Herkese salam uşaqlar. Bu gün sizlərə gördüyünüz kimi mən Yusif. Uşaqlar bu gün YouTube kanalıma yeni video atıram. Bu gün uşaqlar VPN ilə bağlı yəni video çəkəcəm. Unicorn VPN-də yəni hamınızın bildiyi VPN heysi attıran və adamı ışınlandıran VPN uşaqlar. İndi mən qurmamışam. İndi bu oyundan sonra qurub oyuna girəcəm. Sizin də gözünüzün qabağında hər şey edəcəm. Görəsiniz ki, həqiqidir yoxsa yalandır. İndi baxın bir dəqiqə məndə yoxdur VPN yəni. Bu dəqiqə açıq özüm oynayıram. VPN özü çıxdı, ona görə də eləyənmədim. Amma indi eləyəcəm. Amma çox yaxşıdır. Adi də heys ata bilənlər var. Yəni adi heys atmağa içində nə var yəni. Ancaq uşaq yəni VPN-i 2 qatına atırsan datda neysəni və adam səni hiylə zannedir. Yəni görürsən də adidə mən 2 heys atıram yəni normal. Amma VPN yəni başqa məsələdir də VPN. Yəni bax adidə mən yəni 2 heys atıram. İndi uşaq birazdan çıxacağım və siz kanala abunə olub like atmağı unutmayın. Tez bir 50 like, 50 abunə yəni yaxınlaşıq uşaqlar. 50 abunəyə yaxınlaşanda canlı açacağım. Orada sizə bütün PUBG-yə aid bilgiləri verəcəm uşaqlar. Adam da elə bu yumruğun içindən çıxmaq bilmir yəni. 50 abunə olmam üçün uşaqlar sizin bir də max dəstəyiniz lazımdır. Bu adam var bak. Max dəstəyiniz lazımdır uşaqlar. 50 abunə olaq və canlıları açaq. Ona görə bağlantıları kopyalayın uşaqlar. Yəni hamınız eyəsiniz. Məndə də zəhmət olmasa elə eləyin. Tez bir şəkildə olaq, yəni canlıları da aça bilim. İndi uşaqlar gördüyünüz kimi çıxıram yəni PUBG Mobile-dan çıxdım. PUBG Mobile-dan çıxdım uşaqlar. Bu mənim ekranım. Burada Unicorn VPN var. Yəni Unicorn VPN. Bu altta 3 dənə işarəyə gəldiniz. Burada uşaqlar 1-1 yazacaq sizdə. Bunu 8-8-8 eləyin 4 dənə. Sonra uşaqlar buradan çıxın. Bunu belə eləyin. Baxın artıq yuxarıda VPN yazıb. Yəni sizin artıq VPN'iniz var. Məndə baxın indi uşaqlar baxın. İndi görək olacaq. Görürsünüz? Joystick gördünüz, VPN var, joystick gördünüz. Adam yəni o birisi VPN oyunda adam vururdu. İndi joystick gördünüz yəni hiylə kimi joystick var. Görürsünüz, joystick adam mərmi atamırdı. Yəni mən özüm də biraz elərsəm adam 0 mərmi atacaqdı yəni elə. Yəni bu VPN heysi attırıb bilməz amma mən dediyim kimi joystick möhkəmləşdi bu VPN yəni. Görürsünüz? Allah'a anlasın yəni uşaqlar yalan deyil. Joystick nəyi var gücləşdirdi. Yəni göz qarşınızdakı rəqib mənə mərmini elə biraz zorla atırdı yəni. VPN-i mən tam qoşmamışam uşaqlar. Yəni tam dəqiq baxsam YouTube-da. Tam dəqiq baxsam uşaqlar qoşacağam qəşəng. Ona da sizin üçün tam dəqiq baxacağam. Sonra uşaqlar Kore Public zat görürsünüz. Görürsünüz uşaqlar yeleyə atıram kaska gəldə yəni buramı. Kore Public yüklədim uşaqlar bayaq. Onu da istəyirsə yəni qurulumu sizə ata bilərəm. Mən özüm eləyənmədim açıqcası. Yəni Google-da zətdə təzə hesab istəyir. Və mən də istəmirəm açım. Ona görə yəni yoxsa video çəkib atacaqdım. Neylədim mən? Heç nə olmaz. VPN yəni biraz pis işləyir də yəni VPN-dəki. VPN pisdir biraz. Pis deyil, qurulumun gərək qurasan, sonra yaxşı olacaq. Qurulumun qurandan sonra uşaqlar, mən indi quracağım, bir dəqiqə baxacağım YouTube-a. Sizə deyəcəm hər şeyi. YouTube-da dəqiq baxandan sonra uşaqlar mən sizə hər şey deyəcəm. İndi özüm nə ilə belə qurmuşam, görüm neysə olacaq. Gözüm adama da açıq oynayıram yəni. Ayda dondu. Gözü dondu. Bu arada şu anda tablet modunda bilirəm yəni uygulamasız
Android telefonlarda da, iOS'larda da uşaqlar yəni bu işləyəcəkdir. Yəni 100% uygulamasız. Uygulamayla Play Market'da Spirit Sicilya yazacaqsınız. Onda olmur da, yəni daha əvvəlləri olurdu, indi də olmur. İndilərdə olmur. Mən eləmişəm çünki bilirəm də. Sizə yalan şey deyənmərəm. İndilərdə olmur uşaqlar. Əvvəl olurdu. İndi amma mən də yaxşısını tapmışam. Telefonun adi ekrana girsən olur da, yəni çox qəşəngdir, mükəmməldir. Yəni. Bu oyunu qutaraq uşaqlar. Təzədən bir dənə video çəkəcəm. O videoda artıq yəni VPN əsl qurulumunu göstərəcəm də sizə. YouTube'dan baxacağım özüm detayına qədər, hər şeyinə qədər sizə atacağım. Unutduq uşaqlar, yəni gördüyünüz kimi. Buradan test çıxacağım mən, yəni bu videonu dayandırıb sizə başqa bir video atacağım. VPN yəni düzəliş videosu. Evet, sağ olun uşaqlar, sağlamak kalın. Bundan sonraki video ise VPN atma videosu olacaq, sağ olun.